Tədbirimizin adı belədir. Regionlarda yırtıcı və zəhərli heyvanlardan qorunma. Bunu təsadüfən götürməmişik. Çünki ölkədə götürəndə çox yerlərdə belə heyvanlardan insanlar fəsad görürdü. Sancma halları olur, hücum halları olur, insanlar yaralanıbdır. Ona görə də bu layihəni fikirləşmişik ki, adamları mühafizə. Bugün də sizin kətdik və ərazinin yırtıcı heyvanlardan hansılardır? Yırtıcı məməllər, yəni ayı, canavar, gəlincik, porsu və digər yırtıcılardır. Yırtıcı quşlar hansılardır? İnsanlara, onların təsərrüfatlarına hansı ziyanı vura bilər? Və bir də zəhərli heyvanlar. Buranın zəhərli heyvanlarının yanında ilanları, bir də əqrəb və arılarından danışılır. Ona görə də sizə təqdim edirəm bizim alim ekspertləri. Mən Bioloji Müxtərlik Mərkəzinin bu layihəsində iştirak edən alimlər, zoologlar, Canlı Sistemlər İnstitutunun alimləridir. Biri Tahir müəllim, Azərbaycan Quşlar Forması Örgəni, Bioloji Genlər doktorudur, Canlı Sistemlər Tədqiqi İnstitutunun əməkdaşıdır. Digəri Gülbəniz Qasımova, bu zəhərli heyvanlar barəsində məlumat verir, Bioloji üzrə fəlsəfə doktorudur, həm də Xəzər Universitetinin müəlliməsidir. Leyla xanım Nadirli, o da teriologiya sahəsində zoologdur, yəni növbəli heyvanlarla məşğul olan zoolog alimimizdir və Bakı Dövlət Universitetində dərs qaldırmışdır. Və bu alimlər sizə dediyi barədə məlumatlar verir. Ona görə də siz səbr edin, qulaq asın və hər dəfədə sualımız olacaq, nəsə demək istəyəcəksinizsə durun deyil. Leyla, birinci Tahir müəllimdən başlayaq. Yırtıcı quşlar var. Tahir müəllim, dur yırtıcı quşlar barədə məlumatını verin, o qısa ilə. Vaxtınızı almayacağım, qısa danışacağım. Bu ərazi üçün xarakterik olan hansı quşlar təhlükəlidir və insanlar özləri və təsərrüfatları zərər çəkir. Bu ərazidə deməli, əsas insan üçün, onun təsərrüfat üçün təhlükəli olan quşlar yırtıcı quşlardır. Burada imperator qartalından tutmuş Bərmuda qədər, qırğıdır, çalağandır, leydir, şahindir. Bunlar insana ziyan verirlər və təsərrüfatına. Niyə? Bax, hamınız dersiniz ki, ürəyinizdə belə quş adamdan qorxub qaçan canlıdır. Adam görəndə elə deyil. Məsələ ondadır ki, Allah Taala, həyat, təbiət, bu hər bir canlının içərisinə, irsiyyətinə elə bir kod qoyur ki, o öz yuvasını, öz ailəsini, öz balasını qorumalıdır. Əgər hər bir canlının içində bu reaksiya, instinkt olmazsa, onun nəsli kəsilər, o təbiətdə qalmaz. Ona görə də, bax indi, əkinə gedirsiniz, ot biçiminə gedirsiniz, bulaq üstə gedirsiniz, istirahətə gedirsiniz. Şəhərdə olmağına baxmayaraq, yəni kənara çıxırsınız. İndi kənara çıxanda da bu yırtıcı quşlar, bax, qayada da yuvalayır, yerdə də yuvalayır, ağaçda da, siz bilmirsiniz. O əraziyə daxil olanda 30-50 metr, o dediyim səbəbdən, o quş zəif olsa da, tutmaq olsa da, insana hücum edir. İndi kənd adamlarısınız, rayon, hamınız yaşlı, ağsaqqal adamlarsınız, həyatı görmüşsünüz, dünyada çox şey görmüşsünüz, eşitmişsiniz. Bunlar, bu quşlar şığıyır, şığımaqla hücuma keçir. Özdə nə, istəyir canavara hücum eləsin, istəyir dojana, istəyir insana. Yuxarıdan şığımaqla baş istəyir, niyə? Oğlunun baş hissəsi zəif yeridir. Məsələn, Şahin, buna Tərlanda deyirlər, Laçın da deyirlər. Həmin Laçın rayonu, bax, onun adıyla. Oğlan uşağına qoyulur. Mərdliyinə, cəsurluğuna görə. Deməli, hücum istəyir ay gəlsin üstünə, istəyir canavar. Onu belə buraxanda 10 metrdən, 5 metrdən. O iydən çəkilir, gelir, hücumu dayandırır. Yəni, belə vasitələr var. Bilirsiniz, bunları niyə görə deyir? Ona görə ki, əgər insan qabaqcadan məlumatlı olsa, məsələn, yaşlı adamlar ayı ilə də rastlaşır, hətta canavarla da boğuş, bu canavarı da boğur, bunların təcrübəsi var. Biz bunu ən çox bu tikintidə işləyənlər rastlaşır, bir də məktəblilər, gələcək nəsil olsaydı, məktəblilər daha yaxşı olar. İndi sizin həyat təcrübəniz var. İndi burada bu insanla olan rəftarıdır. Bir də var, təsərrüfata ziyan vuran quşlar, yırtıcı quşlar. Hansıdır?
Hamınız yaxşı bilir. Qırğıdır, çalağandır deyil. Bax, həyətdə quş saxlayırsan. 20 dənə, 30 dənə. O ağaçda elə gizlənir ki, ağaçda. Sən onu görmüşsən, 30-40 metrliyindədir. Çalağan bilirsiniz nədir? Çaldı, çapdı, apardı. Cəld adama ney kimi adamdır və qırğı kimi adamdır. Cəld adama elə. Bax, o adam şu vaxtlar insana da belə oxşatmaq, bənzətmə eləyiblər. İndi quş saxlayırsınız. Görürsünüz, hakim çıxdı. Ay, cücəli, toyuğu apardı. Ne demək lazımdır? Məsələn, çölə hinduşka bırakmışsan, qaz, ördək bırakmışsan, onu qoruyanmazsan. Qoyun deyil ki, yanında durub qoruyasın. Amma həyətdə saxladığın ya setkada, volyer deyirlər, ya hində, ya nəsə də qorumaq üçün nə etmək lazımdır? Bu yırtıcı quş da parıldayan əşyalardan qorxurlar, çəkinirlər. Məsələn, o çay korotkası var, açanda görsən içində parıldayan falqa var. Sonra kompüter diskini istifadə olur. Şöyle atmışlar. Və yaxud güzgü qırığıdır, şüşə qırığıdır. Onu gətirib, o toyuğu axşam salırsan ki, axşam belə günüz axşam orada olur, tülküdən, çaqqaldan, kimdənsə qoruyursan, da bırakmırsan ki, biraz aynı getdir, tülkü aparacaq. İndi o qoyursan güneşe karşı, o parıldayır. Parıldayanda da yırtıcı kuş ona hücum edir. Və ip bağlayırsan, ipə belə ulduzda bayraqçıqlar assan. Baxın, bunların qanadı 2 metrdir. O ipin arasından keçər bilmir. Vaxtınızı almayayım, daha bir təhlükəli, insan üçün təhlükəli. Bu 2 il bundan qabaq Avstraliyada başladı meşələr yanmalı. Düz 6 aya onu söndürəmədilər. İslam dinində də var, Quranda da var, veriblər. Hansı heyvanları düz öldürmək qadağandır. Amma bəzi növlər insana ziyan vuranlar var ki, onları icazə verir. Herhalde galiba dediğinden birine bakın, büyük təbiətdə heç bir canlı Allah Teala tərəfindən təsadüfən yaradılmır. Hər bir heyvanın faydası var, lazımdır. O olmasa təbiətdə təsadüfən. Amma insan hansı heyvansa özünə zərərlidir, hansı heyvansa faydalıdır. Zərərlidir, görüb tutarını, faydalı üçün istifadə edib qalır. Amma tutarandan sonra da ya canavarını, ya qaşqallarını, ya dovşanını deyir ki, bax, bunların kökçəsidir, bakteri onları bərpa eləmək. Hətta canavarı qılıb tutarandan sonra görürlər ki, nəyə fəsadlar olur. Tədələndən canavar təhlükəsi bərpa edirlər ki, o da təbiət öz işini görür. Yəni, təsadüfi bir şey yox. Ay, bunu biz qırmalıyıq, biz də hücum elədi deyə bu əsas verir ki, o heyvandan demək. Heyvandan qorunmağın yolları bilməliyik. Heç bir heyvan, hətta bir dediniz ki, canavar da hücum edir, ayı da hücum edir. Amma biz ayı tək qaldırıb baxsaq, özümüzü xilas etmiş olmur. Ayı cumacaq, təhlükəlidir. Ona görə də indi xanım deyəcək, canavarlardan danışanda, rastlaşanda ayına neydi, mən düzgün davranış nədir? Onda qulaq asaq. İndi isə hansını, Gülbən Hanım, gəl. Necə qorunmaq lazımdır? Hesablarında nələr? Mən hamınızı salamlayıram bir daha. Çox sağ olun ki, vaxt ayırmışsınız, gəlmişsiniz. Mən sizə ümumiyyətlə Azərbaycanda və sizin bu qubada, sizin bu yaşadığınız ərazidə rast gələ biləcəyiniz zəhərli heyvanlar haqqında danışmaq istəyirəm. Bu zəhərli heyvanlar hansılar ola bilər? İlanlar ola bilər, əqrəblər və arılar. Yəqin ki, müəyyən yaşı olan adamlar öz həyat təcrübəsi var və bu dediklərinin zəhərli heyvanlar hansısa biri ilə həyatda rastlaşıblar. Rastlaşıblar və ümumiyyətlə onu əvvəlcə qeyd etməsəm ki, hamı nə qədər təcrübəli olsa da belə, ilk o heyvanla rastlaşanda ani bir həyəcan olacaqdır. Və o həyəcanlı vaxtında da nəyi necə düzgün eləmək lazımdır, biraz onu müəyyən edə bilmir. Ən yaxşısı, həmişə bax bu heyvanlarla rastlaşanda nə eləmək lazımdır? Bir anlıq özünüzü toplamaq və nə etmək. Mən sizə əvvəlcə ilanlardan danışmaq istəyirəm. Ümumiyyətlə, Quba ərazisində çoxlu sayda ilan növü var. Zəngindir, buranın təbiəti zəngindir. Amma bu hələ o demək deyil ki, o rastlaşdığınız bütün ilanlar zəhərlidir. Xeyr. Bax, burada, yəni Quba ərazisində rast gələ biləcəyiniz 2 zəhərli ilan növü var. Onun biri daha çox rast gəlir. O, hamı ona gürcə deyir, Qafqaz gürcəsi, cürbəcür adlar deyil.
Onun əsl elmi adı Levantin nöqtəsində. Baxın bunu. Yəqin ki, bunu hərəniz heç olmasa bir dəfə görürsünüz, çünki çox sayılı nöqtə. İkinci bir nöqtə var, zəhərli ilan növü. Biz onu bir neçə il bundan əvvəl Xınalıq ərazisində qeydə aldıq. Onu yəni ilk dəfə qeydə alınanlar bizlər idik, necə deyərlər. Bu deməkdir ki, sizin Quba ərazisində, sizin yəni bizim yaşadığımız, ümumiyyətlə bizim faunada bir neçə ilan, zəhərli ilan növü. Onun elə ikisi məhz Qubada var. Mən sizə iki baxın zəhərli və zəhərsiz ilanın rastlaşanda necə aid edə bilərsiniz, onlar haqqında demək istəyirəm. Deməli, zəhərli ilan əvvəlcə iri başı, görürsünüz, iri başı var və iri də gövdəsi var. Baş gövdəyə keçəndə nazikləşir və quyruq da necə gövdə yoğun edirsə, quyruq da anidən qısa bir nazik quyruq edir. Bu əlaməti əgər görürsünüzsə, deməli, sizin rastlaşdığınız zəhərli ilan. Zəhərsiz isə necədir? Yəni, ən çox bu çayların kənarında görə bilərsiniz. Bu su ilanı, yəqin ki, ən çox neylərdə rastlaşırıq, rəngini bizə təsvir edirlər. Bu zəhərsiz ilanın xarici görünüşü, baş, boyun, gövdə, hamısı eyni ölçüdədir. Şuan xatırladır. Getdikcə nazikləşir sadəcə. Deməli, əsas əlamət zəhərli ilanda başın iri olmasıdır, boyundan aydın seçilməsidir, bir də quyruğun çox kiçik və nazik olmasıdır. Ümumiyyətlə, başqa əlamətlər də var. Məsələn, gözün vertikal olması, pişik gözünün parizləməsidir. Amma siz ona gərək yaxından baxasınız. Amma mən məsləhət eləmirəm ki, məsləhət görmürəm ki, siz ilana yaxından baxasınız. Niyə? Məsələn, buradakı ilanın duruşunu görürsünüz, necə belə spiral kimi qıvrılıbdır. Bu o deməkdir ki, atılmağa hazırlaşır. Bu ilanın məsələn ölçüsü təxminən 1-dən 1.60-a qədər ola bilir. Və o öz bədəninin yarısı qədər atıla bilir. Ona görə də açıq şəraitdə və yaxud da ki, qapalı şəraitdə ilanla rastlaşanda birinci növbədə ondan məsafə saxlamaq lazım. Əslində ilanın sizə hücum eləmək fikri yoxdur. Ona zəhər özü o etmək üçün lazımdır. Sadəcə bilmədən onu taftalayan zaman onu sizi sanca bilər. Ümumiyyətlə, dediyim kimi, yəni siz onunla rastlaşmısınızsa, siz taftalamanısınızsa, onu sizi durduğu yerdə hücum eləmək fikri yoxdur, hücum eləməyəcək. Ona görə siz onunla açıq havada rastlaşmısınızsa, təbiətdə rastlaşmısınızsa, ən yaxşısı o öz yolundan geçsin, siz öz yolunuzdan. Əgər bir dediklərindən müəyyən elə bilmişsinizsə, zəhərlidir, zəhərsizdir, bu daha yaxşı. Zəhərsiz isə onun orada yaşamağının bir növ sizə də xeyri var. Bu ölüm halı ilə nəticələnir. Amma əslində ilan sancması müalicə olunan bir problemdir. Amma dediyim kimi, 2 saata qədər artıq onu gecikdirdirsə, onun müalicəsi biraz çətin ola bilər, hətta dediyim kimi ölümlə nəticələnə bilər. Amma yanınızdakı adamız ilan sancırsa, əksinə onu qoymayın hərəkət eləsin. Niyə? Çünki hərəkət eləyən zaman onu istərsəməz qan dövranı sürətlənəcək və o qan da həmin zəhər və qanla sürətlə bütün bədənə yayılacaqdır. Ona görə sizin yanınızdakı adamın ilan sancıbsa, onu yarım oturaq vəziyyətdə otuzdurursunuz, çox hərəkət etməyə qoymursunuz və bu ilan sancmasından təxminən tutaq ki, əldən və ayaqdan sancma zamanı. Əldən sancıbsa, bu 15-20 dəqiqəyə təxminən çiyinə qədər şişəcəkdir. 2 saata isə bütün bədən şişəcəkdir, hətta orada dərinin parçalanması, bütün hüceyrə arası mayenin su şəklində axması halı baş verir. O həddə çatdırmamaq üçün, yəni dediyim kimi 2 saata qədər həkimə getmək lazımdır. Bu şişdiyinə görə, bədən şişdiyinə görə, əgər yanınızdakı adamı ilan sancıbsa, dərhal onun əlində, qolunda, üzük, saat varsa bunları çıxartmaq lazımdır. Niyə? Şişəndən sonra onu çıxartmaq, o artıq ikinci bir problemdir. Və yarım oturaq vəziyyətdə saxlayırsınız. Niyə? Onda ürək bulanmaq, qusma halı baş verə bilər, onun nəfəs yoluna girməsin və maye vermək. İlk bunları eləyəndən sonra yaxınlıqda ki məntəqəsi varsa, oraya yaxınlaşırsınız, sizə hər əleyhinə zərdə vurulur. Amma ondan sonra bununla yekunlaşmır. Siz sonra yenə mütləq həkimə müraciət eləməlisiniz, xəstəxanaya getməlisiniz və orada müalicə davam etdirilməlidir. Amma yadınızda saxlayın ki, sizə artıq zərdab vuruldu. Niyə? Çünki ikinci dəfə o zərdabın vurulması özü də zərərlidir. Həkimə çatdırılanda artıq sizə hansı yardımlar olub, onu həkimə deyirsiniz mütləq. Onu kəndirlə, rezinlə bağlamaq olmaz. Az da olsa qoyun paylansın. Yəni zəhəri paylanması daha yaxşı olar, nəinki bir yerə təsir eləsin. Bir də mən məsələn həmin nahiyəni kəsmək, bu artıq həmin yerə daha bir infeksiya keçirmək deməkdir. Dağlamaq onun heç bir əhəmiyyəti yoxdur. Və yaxud da ki, sormaq var, bunu yəqin ki
filmdə də görmüşsünüz, o Qaraca Qız filmində. Sormaqla siz oradan çox cüzi bir məbləğ, bir miqdarda zəhər sora bilərsiniz. Amma o özü də təhlükəlidir. Niyə? Çünki siz bilmirsiniz, sizin dişin dibində, dodaqda kiçik bir çapıq varsa, siz özünüz də zəhərlənə biləcəksiniz və ondan sonra elə bir iki nəfərin müalicəsi ilə məşğul olmaq lazım olacaqdır, elə deyək. Ona görə heç sormağa da vaxt itirməyin, ən yaxşısı dediyim kimi həkimə çatdırmaqdır, yarım oturaq vəziyyətdə. Bir də, məsələn, içki də verirlər adətən ki, içki, bu yəni spirtli içki də vermək olmaz. Niyə onsuz o həmin vaxtı bədən zəif olur, üstəlik də spirtli içki içizdirmək bunu daha da bədəni zəif salacaqdır. Ona görə spirtli içki içizdirməklə qəti şəkildə olmaz. Bax, o ilanlar haqqındadır. Bir də mən sizə nəyi demək istəyirəm ilanlardan? Tutaq ki, siz ondan rastlaşmısınız. Ümumiyyətlə, qapını açıq qoymaq uzun müddət, maşının qapısını açıq qoymaq, o deməkdir ki, maşına ilan girmə və digər heyvanların girmə ehtimalı var. Və maşını idarə edən zaman, aniden ki, maşının içərisindən çıxır, yenə də əlbəttə ki, hamı müəyyən həyat təcrübəsi var, müəyyən müddətdən sonra özünü toplayacaq, maşını kənara çəkəcək, amma ilk həyəcan yaradacaqdır və bu da qəzaya səbəb ola bilər. Evdə isə, əgər uzun müddət bir otaqda, evdə olmamışsınızsa, kənardan gələndə həmin evə səsli şəkildə girmək lazımdır. Ayağı yerə vurmaqla, belə səs yaratmaqla. Yox, girirsiniz içəri, tutaq ki, qapalı yerdə ilanı gördünüz, nə etmək lazımdır? İlan sizi görən kimi qaçmağa çalışır. Qaçacaq və şifahiyə və ya ki, divan varsa, onun altına girməyə çalışacaq. Ən yaxşı siz o ilanı yerində saxlayasınız və onu oradan uzaqlaşdırasınız. Bəs bunu necə edirsiniz? Əlinizdə bir meşok varsa, torba varsa və yaxud da ki, əlinizdə bir jilet, raket, pencək varsa, çıxarıb o ilanın üstünə atırsınız və ilan olduğu yerdə qalacaqdır. Niyə? Çünki o ilan gizli həyat tərzi keçir. Onun üstünə bir şey atanda öyle bilir ki, artıq gizlənir. Və siz planlı şəkildə artıq bayırdan bir daş gətirə bilərsiniz, bir taxta parçası və onun vasitəsilə onu uzaqlaşdıra bilərsiniz. Bir də siz rast gələ bilərsiniz əqrəblərlə, zəhərli heyvanlardan. Deməli, bunlar da, yəni ilan kimi, onlar da gizli həyat tərzi keçirir, alatoranlıq heyvanlarıdır. İlan sancması ilə fərqi nədir? Məsələn, əslində əqrəbin də zəhəri güclüdür. Sadəcə onun miqdarı ilanın zəhərli miqdarından az olduğuna görə o belə öldürücü təsir göstərmir. Amma uşaqlar üçün, hamilə qadınlar üçün təhlükəlidir. Bir də ilan sancması əgər yerli ağrı o qədər çox olmursa, sadəcə bir iğnə battı kimi his varsa, əqrəb sancması da həmin yerin özü ağrılı olur. Orada da müəyyən qədər şişmə halı baş verəcək. Amma sizə deyim ki, həmin nahiyə məlhəm qoymaqla özünüzdə bir müddətdən sonra o keçib gedə bilər. Amma özünüzdə allergiya və yaxud da ki, hər hansı başqa bir xəstəlik varsa, əqrəb sancması üstəlik mütləq həkimə müraciət edilməlisiniz. Arısını kağız arısı haqqında. Bal arısı əslində aqressiv arısı. Onun parfümə, tərisinə qıcığı var. İnsan sadəcə durduğu yerdə bal arısı gəlib onu sanca bilər. Deməli, amma bu kağız arısı dediyimiz arısı, bunlar elə də aqressiv deyil. Məsələn, siz yemək yediyiniz vaxtda o arı gələ bilər, yaxınlaşa bilər. Görəcəksiniz uçur, nəsə bir orada yeməkdən, sudan nəsə qidalanmaq istəyir. Əgər siz onu qovmağa çalışsanız, o artıq elə biləcək, onu öldürmək istəyirsiniz, onda sizi sanca bilər. Durduğum yerdə o sancmaz. Sancma hallarının fərqi nədir? İt arısı ilə, kağız arısı ilə bal arısının. Bal arısının qarıncının sonundakı iğnənin üstündə bir çıxıntısı var. Ona görə o insanı sancan zaman iğnəsi oradan çıxa bilmir. O çıxıntı imkan verir. Ona görə bütün daxili orqanları orada qalır və elə həmin arı özü də ölür. Amma o iğnə ki orada qalır, onu oradan dərhal çıxartmağa çalışın. Çünki zəhərin ifrazı hələ də o iğnə ilə davam edir. Ona görə oradan dərhal çıxartmaq məsləhət görülür. Bir də əgər arxanaya yaxınsınızsa, bir arı sizi sancırsa, o zəhərin iyisinə digər arılar da gələcək və bir dəfədə sizin üzərinizdə 20-30 arı düşür və sancırsa, bu artıq təhlükəlidir. Əgər sizin allergiyanız varsa, bir arının sancması da qorxuludur. Bu şok verə bilər, allergik şok verə bilər. Amma allergiyanız yoxdur, arxayasınız, amma eyni vaxtda sizi bir neçə arı sancırsa, bu da təhlükəlidir. Ona görə mütləq həkimə müraciət etməyə lazımdır. Bu əslində bir də kağız arısı deyirik. Onlar belə yaşayış binalarını, eyvanlarda görürsünüz ki, küncdə
nədən qurur? Bir kağız verilir. Bəli, elə də deyirlər el arasında. Bu öz süpürgəyi ilə ağacın gövdəsini qaşıyır, qarışdırır və kağızla mərcən belə deyək də materialdan özünə yuva qurur, pətək qurur. Siz gördünüz ki, elə bir artıq gəlir, gedir, yuva qurmaya çalışın onu ləğv edin. Niyə? Çünki yuva qurandan sonra, çoxalandan sonra onu oradan dağıtmaq artıq sizin üçün təhlükə olacaqdır. Ən yaxşısı bunu, bu da nədir? Təmizliyə riayət edilir, sərqə səhvana, hər bir halda o deməkdir də. Ümid edirəm ki, nə arı sancması, nə heyvan sancması, nə də əqrəb sancması ilə rastlaşmayacaqsınız. Suallarınıza mən cavab verməyə çalışacağım. İndi bu yırtıcılardan ən başlıca onsuz da ayıdır, canavardır, ən tehlikəlisi olan tülküdür, çaqqaldır. Məsələn, buralarda kiçik yırtıcılardan gəlincikdir, toyuq cücəyə ümid salan. Elə aydan söz düşmüşkən aydan başlayım. Həyatiyəni sahədə onu doğru dedilər. O zibil qalıqlardır, yem qalıqlarda o heç. Əgər onları təmiz saxlamışsınızsa, tutalım, heç bir qalıq yoxdursa orada, meyvəyə də gəlir. O da öz yerində. Siz nə edə bilərsiniz? Bu heyvanlar alatoranlıq və gecə heyvanlardır. Yəni, gündüz vaxtı onları çox nadir halda rastlaşa bilərsiniz, amma ən çox gecə gəlirlər. Evin ətrafında, həyətin ətrafında işıqlı projektorlar olur, gur işıqlı projektorlar. Heç bir yırtıcı heyvan o işıq olan yerə gəlməz əsla. Çünki onlar qorxur, elə bir işıqdan qorxurlar. Əgər o gur işıqları evin ətrafına, həyətin ətrafına, heyvanlarınızı saxlayan yerdən, məsələn, tövlənin ətrafına, hinin ətrafına qoysanız, heç bir yırtıcı heyvan ora ayaq basmır. Yox, axırda. O işığı heç biz o evdəki rozetkanı taxıb orada çatdıra bilmirik. Nəinki projektorda həyətə qoymaq. Heç olmasa, Dərə başı gəlib kəsilir. Gəlin onda başqa bir üsul deyim. Siz ip doluyursunuz sahəyə, şüşə butulkalar, şüşə qablar qoyursunuz. O, əlbəttə ki, küləyin, havanın əsməsi ilə cingiltili səs oyadır. Cingiltili səsə də bu heyvanlar qorxur. Bu heyvanlar təbiətə xas olmayan, rənglərdən, təbiətə xas olmayan səslərdən əlbəttə ki, qorxurlar. Yəni, o cingilti yaradan şeylər də qoya bilərsiniz, ondan da qorxur. Bəlkə bir video görmüşsünüz, ayı zibil yeşiyini eşəliyir, zibil yeşiyi aşır, onun dangıltısına ayı qorxub qaçır. Yəni, bu elementar olaraq dəmirin qıcırtısına, dəmirin səsinə o qorxub qaçır. O başa düşmür ki, bu zibil yeşiyidir, o ayı başa düşmür ki, bu insandır, bu nədir. İnsanı onsuz da o yem kimi görmür. O demir ki, burada insan yaşayıb, gedim o insana hücum edir. O nə isə üçün tutalım ac qalır. Nəyə görə o ac qalmalıdır təbiətdə? İnsanlar qanunsuz ov edir. Onun yemini yeyir. Məsələn, biz insanlar, kəndlər, elə bir insan sayı az tutan bəzi kəndlərdə artır. Kəndlər artıq meşənin içinə girir, çünki kənddə odun var, yəni ağac var, odun var, kənddə daha mümbit şərait var, kənddə meyvə var, gilə meyvələr məsələn var. Bəlkə də özünüz eşitmişsiniz ki, məsələn, tam yadında deyil, hansısa rayonda bir-iki il bundan əvvəl bir xanımı ayı parçalamışdı. Gilə meyvə toplamağa gedib və ayı ilə qarşılaşıb. Əlbəttə o ayı da o gilə meyvə üçün gəlir, o xanım da gilə meyvə üçün gəlib və təsadüfən qarşılaşıblar. Əlbəttə ki, indi elə situasiyanı ki, bəli. Ona görə də, yəni istər-istəməz heyvanlarla iç-içə yaşayırıq da biz bu təbiətdə. Biz onların hamısını öldürüb məhv eləsək, o heyvanların hamısı ölüb məhv olsa, o heyvanların, biz də məhv olarıq. Çünki təbiətin balansı artıq pozulur. Mən sizə bir dənə misal çəkim, yəni həqiqətən baş vermiş hadisədən. Amerikada Yellowstone parkında 1926-cı ildə bütün canavarları o parkda öldürdülər. Nəyə görə? Canavarlar əlbəttə ki, ceyran, maralları öldürürdü və düşündülər ki, marallar daha estetikdir, daha iqtisadi gəlir gətirir, amma canavarlar o maralları məhv edir. Canavarların hamısını vurdular. Nə baş verdi orada? Maralların sayı artdı, xəstə maralların sayı artdı, marallar cavan ağacları yedi bitirdi, cavan ağaclar bitdi. Oradan elə bir ağaclar tükəndi, orada yaşayan qunduzlar oradan çıxdı getdi. Qunduzlar çıxdı getdi, artıq o çayların qolları dəyişdi və bütün təbiət, ekosistem bütün bozuldu. Və bunu bilərəkdən 1995-ci, 97-ci ildə ora təzədən canavar gətirdilər. Və artıq bu praktika bitdi ki, yəni biz elə bilirik ki, canavar vəhşidir, canavar ancaq ziyan gətirir, elə deyil. Yəni bir canavarın bir balaca deməyək, yəni ki, tutalım, hektarlarla yerdə məhv olması görün nəyə səbəb gətirir. Yəni bu ayı, canavar, istənilən bir qarışqa belə bu ekosistemdə, bu təbiətdə özünün bir rolu var və təbiət onsuz da özünü təmsil edir. Mən başa düşürəm, bunlar insana hücum edir və böyük bir problem yaradır. Kim bundan üzləşsə problem yaşayacaq.
Amma biz deməyə çalışırıq ki, bunlarla bərabər yaşayıb özünüzü qorumağı yollarını biləsiniz.